Salam, değerli izleyiciler, gününüz xeyirli ve uğurlu olsun. Allah'tan diləyirəm. Mən bugün önce Rabbime şükür ve teşekkür edirəm ki, bax, bu güzel havanı mənə oyadı, uduzdurur. Bu güzel mənzərəyə baxıb seyr etməyi nəsib edir. Bu nəfəsi sağlam almağı lütfedir. Mən Rəbbimə şükür və təşəkkür edirəm ki, bu söz süfrəsinə məni layiq görür. Söz demək hökmünü mənim nitqimdə sizlərə söyləyir. Bunların hamısı üçün Rəbbimə şükür və təşəkkür edirəm. Çox illərdə öncə, yəni 20-ci ildən mən TikTok'a gelmişəm Allah'ın lütfuyla ve o zamanlar videolar yarım dəqiqəyə icazə verilirdi ki, biz nəysə çəkib onu neçə yerə bölüb yarım dəqiqə ilə paylaşaq və o zamanlarda mən iki otun, bax bu çayın otlarını hakkında söhbət etmişdim. Çok artıq deyim ki, sizə bəlkə dərəcəni aşır ki, yazırlar ki, paylaşırsınız ama otun adı yoxdur. Ama otun adı ondan önce yarım dəqiqədədir ya yaxud sonradır. Bunu orada yazmaqla tam çatdırmaq olmur. O il bu il mən bu otun çayını içməyə özümə belə zafret idi. Ama artık bir neçə gündür mən yenə bu çayı içməyə başlayıram. Yəni əgər Allah Teala insanı sağlam gəzdirərsə, bu çaya, bu nə bilim dərmanlara insanın ihtiyacı olmaz. Bunu bilirəm, anlayıram və o gün bugün bu çayı da qəbul etmirdim. İndi bu son həftədə bir 10 günde mənim artıq qəlbimə gəlir ki, mən bu çayı, yeni bu otları alım, yenə istifadə edim. Ki, qəlbdən belə sada gəlir ki, yəni, məgər ağacı sulamasan, o sənə bar verərmi? Və yaxud onu müəyyən dərmanlarla, bədənə də vitaminlər lazımdırmı? Bu ot bilirsiniz nədir? Qırx, buğum və qatır quyruğu. Bu iki ot, qırx buğum yol otunun vəhşi variantıdır. Həyətlərdə çox olur, bizim həyətdə də olur, amma mən yenə də dağdan gəlmə, Xaşbulaqdan zaten yığıb gətirirlər. Oradan gələni qurudulmuş şəkildə alıram. Bazarda ot satan anaların qabağı qarşısında olur. Bu satırlar onlar. Quru otlar dərman üçün. Yəni çox sual edirsiniz ki, otun adını yaz, otun adını yaz. Hər dəfə də mən kommentlərdə bunu qısa yazıram. Bugün Allah'tan lütf oldu ki, mən bunu yenidən paylaşım, yenidən gündəmə gətirəm. Yeriyəndə hiss edirdim ki, ayaqdan diz yox, diz normal idi. Amma ayaqdan elə bil nəsə belə burxulmaq istəyəndə bir balaca elə bil nəsə orada elə bil yağı kurtarmış kimi. Odur ki, Rəbbimdən lütf olundu ki, mən bu otu dəmliyim və bu çayı artıq bir müddət qəbul edim. Bunu sizə də tövsiyə edirəm, içməyi, xüsusən də 40 yaşından yuxarı. Ama bir şey diyeyim, bu dizin altındaki bu şireler quruyur. Bu onun içindir. Quruyub tam artıq hədəqasını aşmış vəziyyətdə deyə bilmərəm ki, o buna kömək edir. Amma öncədən bunu içmək xeyirli olar ki, o suyu qurumağa qoymaz. Bunun qüvvəsin, yəni tərkibində belə bir Allah Taala'nın lütfu ilə təbii ki belə bir məlhəm var.
bir şey de var, bir şey de var. Eğer senin səhvin varsa, qınağın, qeybətin, bədduan, yalanın, xəbərçiliyin, şərin, gökdanın xəsiyyətlərində bunlar varsa, bu sənə kömək etməyə bilər. Amma itiraf etsən, barışsan, bağışlasan və də savab sahibi olsan, bu sənə ayaqda durmağa kömək edir. Yəni, şirəni bərpa edər. Bu qədər. Çox bunu məndən sual edirdilər. Allahın lütfü ilə mən artıq 2 gündür içməyə başlamışam, amma bir həftə 10 gündür qəlbimə gəlib gedirdi. Aldırdım, yetişdirdim. Sağ olsun mənə yaxın bir adamım, özüm gedə bilmədim. Aldı, gətirdi və 2 gündür artıq bunu dəmləyib istifadə edirəm. Sizə də tövsiyə edirəm, amma imanı ləkəsizləşdirərək bir də savab mütləq var olur.